Dostlar, bir neçə dəqiqəlik söhbət danışıb, sonra video kayıtları göstərəcəm. Mənim atam Hacı Elçin müəllimi köhnə kişilər, hələ indiki kişilər də yaxşı tanıyar. Allah hər bizə bərəkətli ömür versin. Mənim atam Koroğlu ləqəbi ilə Bakı şəhərində tanınardı. O Koroğlu ləqəbini də Allah rəhmət etsin, ulu öndərimiz baba deyərdi. O vaxt azadlıq meydanında babanın gəl vaxtlarında meydanlarda paxat eləyən kişilərdən olur baba üçün. Baba da atamı əmmə görə tanıyıb, əmim Azərbaycanın ən yüksək rütbəli və ali rütbəli zabitlərindən biridir. Ulu öndərimizin şəxsi hesabı ilə Leningrad KGB şkolanı qutarıb, ondan sonra Fizik Akademiya, Desantik Akademiya, sonra 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı və Vətən müharibəsi qəhrəmanıdır. Və Allah uzun ömür can sağlığı versin. Bəylər əmi, bəylər müəllim Əyyubov, Robert müəllim Əyyubov əmilərimizdir. Bizim valideynlərimiz yaşlı şəxslərdir. Onlar bizim ailəmizi çox gözəl bilirlər, tanıyırlar, xüsusən də mənim əmimi. O vaxtda Qaz 24-ün Triqonlik Pribo'dan olan Qaz 24 hələm adamlara verilmirdi. Onun biri də mənim atama pay verilmişdi. 10BB222. Nəysə, sözüm onda yox. Bir neçə gün bundan qabaq atamla danışıq gəldim və atama bəzi suallar ünvanladım. Dedim, bəlkə elə həqiqətən problem məndədir. Bəlkə elə həqiqətən problem məndən qaynaqlanır. Bəlkə mən hər şey düzgün başa düşmürəm. Dedim, ata, mən bu cür olsaydım, sənin mənə fikrin necə olardı? Mən sizə indi o atamla görüntülü danışığın kayıtlarını atacağım. Baxarsınız. Söhbət mənim atamın kimliyindən, şəxsiyyətindən, necə bir kişi olmağından getmir. Bilənlər bilir, mənim atam Moşna karateyist olub, Profsoyuzda qəşəng çıxışları olub. O Koroğlu ləqəbində elə belə almayıb. Kişinin bərk cavanlığı olub. Mən elə fikirləşirəm ki, qardaş, mənim atamda olan o danışıq tərzi, yəqin ki, sənin evindəki atanda da o miniyyə o düşüncədə olar. Mən istəyirəm ki, onu sizinlə paylaşam. Və baxın. Buyur, qadınlara izləyək. Vaxtım varsa telefona götürüb də sənə danışacağım. O çörəmi yeyim də bax. Çörəm ye də aşağı da mən dəstə danışım səninlə. Gəç. Zaten dedim iftar edirsən. Vaxtım var, ürəyim işirim. Eşidirsən mən ürəyim. Mənim gözəl dedim. Allah orucu qəbul eləsin. İftarın qəbul inşallah. Dədə. Sağ ol. Yazıq vaxtım Wi-Fi-ya. Anam mənim gözüm... Anam ara getdi, ay dədə. Anam ara getdi. Sizə qurban olaram mən. Dədə, mən bir-iki məsələ haqqında yenə səndən bir müzakirə eləmək istəyirəm. Mənim gözüm dədəm. İstəyirəm ki, sənin də bir... Bəlkə elə həqiqətən elə mən səhv fikirləşirəm. Dədəm mənim. Sənə bir daha bir sual verəcəm. Mən o sualım mənə çox maraqlı və vacibdir. Deməli də təsəvvür elə, məsələn üçün, mən bu tiktokerəm, nə bilim, yayımçıyam, PK aparıram, nə bilim, belə-belə şeylər eləyirəm. Də bir sözlə mənə gözəl dedəm. Belə-belə. O şimdi belə-belə aktivitələrim var. O şimdi burada da belə pul qazanıram, belə pul gəlir, eləyir, zat, oyam, biyam, hay, huy. Dedəm məni, bir də görürsən ki, məsələn üçün, belə deyim də sənə, o baboşla, üzdən qıraqlarla, gic-gic adamlarla canlı aparıram, canlıda uduzuram, dalıma şar bağlayıb, ərəb rəqsi oynayıram. Nə bilim, hansısa bir küçə qızlarının biri başlayır məndən o saxozu sözlərlə, o sətiraltı sözlərlə başlayır mənə alçatmağa, eləməyə. Da yəni belə-belə şeylərdə, yəni bir şüşünə sənətim, yəni bir kişiyə ləkə gətirəcək hərəkətlər bilirsiniz. İndi dədə, mən öz iradımı bildirirəm. Deyirəm ki, yəni belə bir şeylər olmaz da, eləməz də dədə. Plus da ki, indi dədə təsəvvür elə, yəni o masallığın adına zadına ləkə gətirəcək hərəkətlər edirəm də, başa düşdüm necə? Yəni lap belə bir ədəb də, o dərəcədə ki, yəni torpağıma daşı ləkə gətirəcək hərəkətlər edirəm. Sənə qurban olma dedə, sən mənim haqqında düşüncən nə olar? Elə pul qazanmağıma necə baxarsan? Sen kazandın puladı, sen ömrü de günah. Biz başka ne inerim? Yəni standart vadələr bu hərəkət edir, düzmü mən dedim? İstanbul vadem geldi, Allah'a yardım edin. Sen Tembolda şəhidlərimiz olan, şəhidliklərimiz olan günü, dəfn günü başlayım diskoteka manusu qoyun, başlayım. Neden? Tembolda şəhidlərimizin vəfat günündə başlayım canlı yayım açım. O var ya, o gic-gic adamlar, o kisə pozğunları. Onlarla birlikdə başlayım diskoteka oyunu, PK atım. Sonra da qayıdım deyim ki, ay cəmaət, mən çörək pulu qazanıram, çörək pulu qazanıram, çörək pulu qazanıram. Hə? O
çörək pulu deyirəm. Və nədir mənim gözəl dedim? Çörək yerimdə suya bilmirəm. Sənə qurban olum acaba. Yəni mənim dədəm, mənim gözəl dədəm. Yəni mənim düşüncəm düz düşüncədir də, hələ də kişi eləmiş hərəkətlər eləməz. Ben sonra akla yaxın qoymaq olar mı? Yəni həqiqətən sən bir gün mənim elə bir çıxışlarımı görsən, indi Bunu mənim düşüncə fikrə salmaq olar mı? sən məndən izləyirsən də, sən mən bütün YouTube-da hər yerdə sən məni izləyirsən. Yəni elə bir hərəkətlərimi görsən də bir valideyn kimi yəni məndən yəni bəlkə inciyərsən də, düzdürmü də? İncimə nədir ki? Prosta mənim başqa variantım olmur. O da daha başa üzümü çörərəm, çıxaram gedərəm bu tərəfə də, sən ayrı, mən. Sən ayrı xəttin, mənim ayrı xəttім. Əlimdə məsələn imkanım olsa, səni Azərbaycan... Dədə set getdi, necə, nə deyirdin? Dedin, əlimdə imkanım olsa? Əlimdə texniki imkanım olsa, elə deyərəm 10 milyon Azərbaycan xalqı səni görməsin. Dünyanın hansı yeri yaşayan Azərbaycanlılar səni görməsin. Ancaq o texniki imkanım yox. Tək bir gücüm özümə çatır. Özüm də sənin nafiq deyərəm, paşul, natribukla yoxsa bitdi. Yəni gücüm özümə çatır. Öz həyatımdan silə bilərəm, öz ekranımdan silə bilərəm, öz yaddaşımdan silə bilərəm. Onlara gücüm çatır, özümə gücüm çatır. Ancaq da başqa qlobal şeylərə gücüm çatmır. Canım Aydıda. Allah səndən bir bərəkət versin Aydıda. Həqiqətən də puldan ötürü hər cürə şərəfsizlik eləmək olmaz. Hər cürə şərəfsizlik heç vaxt eləmək olmaz Aydıda. Bu elə bir şeydir. Hem lazım, hem lazım değil. Həmin. Lazım olan qədərində, miqdarında Allah göndərir. Göndərir, göndərməsə heç göndərməz, heç istəmir. Mənim gözəl dedim, sənə qurban olaram Aydıda. Sağ ol, sən məni düzgün tərbiyə eləmişsən. Mən iftarıma mercimek. Nuşi can mənim gözəl dedim. Allah sənin canına can... Deyirəm ki, mən bu yediyim bu gözümə bilirəm ki, haram qatılmıyor. Burada sultanın əməyi var, sənin əməyin var, öz əməyin var. Yəni burada hələ ki haram yoxdur. Haram da mənim kuklama girmir. Sən özün bilirsən ki, axırıncı bir iləcən 7-8 ayda mənim kuklama özümdən başqa heç kəs istəsən. İnandırım sənə Allaha ki, mən sənə bir söz deyim. O çəkirəm, qınayıram o bəzi yəni şeylərdə, bu TikTokerlərdə də oyan. Deyirəm ki, ada siz talışsız, siz cənubudansınız. Ada mən talışlardan belə kişi görməmişəm. Yəni mənim bir yeznəm talışdı, odur, budur. Adımızı batırmayın da, bu kişi nə vaxtdan durur. Və əyləncə platformasında biz burada əylənirik. Burada hamı beləncə əylənir. Nə bilim nə edir, nə bilim nə. Da yoxdur, nə da. Bu qədər yoxdur. Normal insanlar onlar eğlenmirler. Normal insanlar ömürlerini yaşıyorlar, vururlar merdiven kişisini başa tartışıp gelirler, dünyadan değişirler, çıkırlar. Allah için uzak gelirler. Allah sana bu vermesin Aydıda. Bizim yerimiz deli babalarımızın yanında. Hadi da. Eğer dünya değişmeye varsa, dünyamı değişip başka bir dünyaya geçsin ben. Allah hər iki dünya cənnət eləsin Aydıda. Hayır da, hemen dünyaya ki, benden kabakçılar verirler oraya. Hə. Benden kabakçılar oradadır. Mesela bilirsen, yakınlaşılan dedem üzün söylür benden. Hemen dünyada. Yakınlaşılan dedem üzün söylür benden. Yakınlaşılan babalarıma, nenelerime, dayılarıma, bibilerime hamı üzün söylür benden. Hadi da. Ben indi bu dünyada o dünyamı zəlalət eləməyə haqqım çatır mı? Əlbəttə Ben ki. bu dünyanın bütün zulümlerine dözmeye hazıram ki, o dünyada alnım açıq üzüm ağ olsun. Ben bu dünya için çalışmıram. Allah da şahitdir ki, ben ahiretim için çalışıram. Onu mənim əlimdən almaq istəyən qüvvələr çoxdur. Ancaq mən onu çalıştığım qədər heç kəsə verməmişəm, verməyəcəm də. Bildin nə? Düzdür, mənim gözəl. Çünki ki, mən dünyamı dəyişmək istəyirəm. Allah eləməsin, Aydıda, sizdən mən. Yox, mən bu dünyada qalmaq istəmirəm. Bildin nə? Mən dünyamı dəyişmək istəyirəm. Mən böyüklərimin, ağsaqqallarımın, valideynlərimin, ondan sonra nə bilim, alimlərimin, imamlarımın yanına getmək istəyirəm. Bildin nə? Mən orada boynu büzük qalmaq istəmirəm. Bildin nə? Mən orada alnı açıq üzə qalmaq istəyirəm. Bildin nə? Baxıram, görürəm, qəşəng də pul qazanırlar da. Ərəb rəqs edirlər, söyüş yiyəsi olurlar, nə bilim, şar bağlayıb burcudurlar, tüvərk edirlər. Sənin beynin nəsə salıb bilmirəm. Yox, Aydıda, Allah eləməsin, sən o həyat boyu məndə görməzsən, qurban Allah. Burası nə düşünürəm Aydıda? Əksəriyyət kütlə var,
Sən belə yox siz səhv düşünürsüz. Ora əyləncə portfalıdır. Onlar ekranda real həyatda ekranda göründüyü kimi deyirlər. Belə bir dənə söz var. Real həyatda ekranda göründüyü kimidir. Bu əsgəri söhbətinə oxşar. Qardaş mənim qrajdanskım tam başqa olub, bura hərbidir məsələsi. Sən ada nə zibilsənsə, zirədə də o zibilsən. Bu mənə görə belədir. Nə sən? Hə. Ay nə bilim ekranda belədir, realda belədir. Həyatda beləyəm, dünyada beləyəm, nə bilim hamamda beləyəm. Ya mən təsəvvür eləmirəm də kiməsə elə bir TikTokda canlı yayımda uduzum. Qumar kimi bir şeydir də. Uduzduğumun qarşılığında da mənə deyirlər ki, ərəb rəqs oyna. Twerk elə də məsələn üçün. Onu da ekran kaydına alırlar. Sabahlarda sən də bir 3-4 dənə kişinin çıxırsan, başlayırlar mənim o videomu sənə göstərməyə. Hacı bu da sənin oğlun. Ya. Amma pristav eləmək belə mümkündür də yəni də. Aman yaşatma. Dəhşət aydır, dəhşət. Şərəfsiz, əqiləsizlər. Bir dənə utanma yox, qızarma yox. Bilsən məni çatmır ayda bax. Bunların valideynləri var da, qədəsinə nəsə. Bunlara da valideynləri demirmi ki, bala, bu nə hərəkət edirsən, ayıbdır, bizi biabır eləmə, zad, belə sözlər. Bəlkə də ikisini qurban olun. Bunların valideynləri bunlara qarşı niyə dinmir? Pula görə dinmirlər, yoxsa necədə də? Qazanırlar. Mən də sən deyirəm. Sən deyirəm Hüseyin, müəyyən şeylər var, eləmə. Ancaq eləyirsən. Yox, onu bildim, də Allah eləməsin. Yəni bunlarla mən bu tərəziyə qoyanda lapşına tisərə su gəlir. Prosta mənə interes budur ki, bunların valideynləri bunlara fikir bildirmir ki, ay bala, yaxşı bildiyi pul qazanırsan, qaşa, əla, super, okey. BMW sürürsən, Mercedes sürürsən, nə pul presət interes. Bunların içində bir düşüncəsi yoxdur, ay bala, bunu eləmə. Valideyn deyib bezib də. Bezib. Valideyn həyatından eləsin. Valideyn eləsin. Hansını dindirirsən, hansına baxırsan, hansının həyatına girirsən, hansının haqqında məlumatı var, baxırsan görsən ki, hamısı ailəsindən uzaq. Mən ona görə həqiqətən atamla fəxr edirəm. Bax, atamla ona görə fəxr edirəm ki, o mənə düzgün kişi tərbiyəsi verib. Həm atamla, həm əmələrimlə, həm dayılarımla. Yəni, burada çox şey asılıdır. Gələ qaqaş, bu zay olmuyor. Bu zay oldusa, nəslin hər hansı bir nümayəndəsində mütləq ki, özünü çartdıracaq. Əziz ata, mən sənə fəxr edirəm və mənim bunu da bilirəm ki, müəyyən yerlərdə, müəyyən məqamlarda sənin adını möhtəbər yerlərə yazdırmaqla sən də məndən fəxr eləmsən. Həqiqətən, səndən mənə və məndən sonraya gözəl keçmişlər, tarix izləri qoymuşuq. Belə. Allah yaxşı kişiləri qorusun. Allah yaxşı qadınları qorusun. Zibilginə qoydular cəmiyyətimizi. Bax belə. Bir gün elə bir məqama gəlib çatacaq ki, o baboş durur deyir, mən kişiyəm. Ləman durub deyir, mən Azərbaycan qadına. Bax, bir gün o vaxt gələcək. Fahişələr durub deyəcək, biz Azərbaycan xanımıyıq. Üzdən araqları durub deyəcək, biz Azərbaycan kişisiyik. Bax, sənlə də mən, bax, belə baxacaq. Biz kimi. Allah aqibətimizi xeyir eləsin. Мне моего отца не хватало всегда в жизни. Уже будучи взрослым, мне всегда не хватало моего отца, чтобы он оценил, чтобы он или одобрил, или не одобрил, или чтобы свое мнение высказал. Да, мне в жизни не хватало моего отца. И сейчас не хватает. Если бы сейчас вы увидели своего отца, то есть он зашел бы, что вы ему сказали?